Bax, bugün bəziləri var, çıxır danışır sosial şəbəkələrdə. Bilinmir də hara işləyirlər. Hansı belə yuvanın quşları da olar. Hardan maliyyələşirlər. Ağılsız, düşüncəsiz insanlardılar onlar. Gəlirlər, Türk dünyasını istəyirlər aşıdan ayırsınlar. Türklər İslamı, dini qəbul edəndən sonra geri qaldılar. Aşuranı qəbul edəndən sonra geri qaldılar. Xeyr, sən yazıq, sən bədbəxt, Türkün tarixini bilmirsən. Türkün tarixi qədimdir. İslamı qəbul eləyənlərdəndir, İslamı qəbul edən millətlərdəndir Türk. Türk böyük bir xalqdır. Onu gətirib siz kiçiltməyin, aşuradan, İslamdan ayırmayın. Türk dilində danışmaq var ha. O Türk olmaq demək deyil. Türk o kəsdir ki, Hüseynləndir. Türk o kəsdir ki, Aşura iləndir. İslamı qəbul eləyir. İslamı, Aşuranı, Hüseyni, Əhl-i Beyti, Qur'anı qəbul eləməyən, onun naturası, ruhu Türk deyil, dili Türkdür. Naturası onun Bəni İsraildir.